Öyrəniciləri, mən sizə 4-cü sinif monitorinq tipli bir testin izahını paylaşacağam. Başlayaq. Aşağıdakı şəkildə A və B çevrələri mərkəzidir. Deməli, A, B çevrələrimizin mərkəzidir. Bu çevrələr C nöqtəsində bir-birinə toxunur. AB məsafəsini başqa rəqəm göstərirəm. Buradan bura qədər olan məsafəmiz 27 sm olarsa, kiçik çevrənin diametri 20 sm-dir, böyük çevrənin radiusunu tapın. Bizə məsələmizin ən sonunda qeyd edilibdir ki, kiçik çevrənin diametri 20 sm-dir. Yəni kiçik çevrəmiz A-dır, A nöqtəsində olan çevrəmizdir. Düz xətt. Düz xəttimiz, diametrimiz 20 sm-dir. Biz bilirik ki, diametr 2 radiusa bərabərdir. Diametr 2 radiusa bərabərdir. Burada diametrimizi 20 sm veribdir. Gətirib diametrin yanına yazıram ki, 2 radius bərabərdir 20 sm. Radiusumu necə tapıram? Bu 2 vurma şəklindədir. 2 vurulsun r bərabər 20 sm. R-i də tapmaqdan ötürü vur 2-nin tərsinə də böl 2. 20-yi böləcəm 2-yə. 20-yi də böləndə 2-yə eləyir 10 sm. Deməli, kiçik çevrəmizin də radiusu oldu 10 sm. Deməli, buradan bura qədər olan məsafə yaşıl xətlə göstərirəm. Oradan bura qədər olan məsafə oldu 10 sm. İndi 10 sm AB məsafəsi də 27 sm-dir. Mən 27-dən AC-də olan məsafəni 10 sm çıxaram, qalar 17 sm. Deməli, B çevrəsinin də radiusu olacaq 17 sm. Doğru cavabımız olacaq A variantı. Əgər bu kimi izahlar sizə faydalıdırsa, kanala abunə olaraq bildirişləri aça bilərsiniz. Gələn izahlarda görüşənədək.